Salam değerli dostlar. Bugün mən sizlərə materik və qitələrin uzqar nöqtələri haqqında məlumat verəcəm. Materik, yəni o deməkdir ki, okean və dəniz suları ilə əhatə olunmuş böyük quru parçalardır. Qitə isə nisbətən bir qədim və siyasi bir anlayışdır. Yəni Asiya qitəsi dedikdə adalarla birlikdə, yəni Filippin adaları, Zond adaları, Yapon adaları birlikdə götürülür. Gəlin başlayaq Avrasiya materikinin uzqar nöqtələrindən. Avrasiya materikinin uzqar nöqtəsi şimaldan Çelyuskin burnudur. Taymır yarımadasında yerləşir. Rusiya ərazisinə düşür. Qütb işıqlanmasındadır. Yəni 66.5-dən şimaldadır. İqlimi isə arktikdir. Cənub uzqar nöqtəsi Piyay burnudur. Malaziyada yerləşir. Malakka yarımadasına düşür. Tropik işıqlanmasındadır. İqlimi isə ekvatorialdır. Şərq uzqar nöqtəsi Dejinov burnudur. Skot yarımadası, yəni Rusiyanın ərazisinə düşür. Mülayim işıqlanmasıdır. Yəni qütb işıqlanmasına yaxın olsa da mülayimə düşür. İqlimi isə subarktikdir. Qərb uzqar nöqtəsi Piriney yarımadasında Portuqaliya ərazisinə düşən Roko burnudur. Mülayim işıqlanmasındadır və iqlimi isə subtropikdir. Və bildiyimiz kimi Avrasiya materiki iki qitədən ibarətdir. Avropa və Asiya. Yəni onların sərhəddi var. Ural dağları, Enba çayı, Xəzər dənizinin şimalı, Kunaman köçəkliyi, Azov dənizi, Keç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dəniz, Dardanel boğazı, Egey dənizi, Aralıq dənizi və Cəbəlütariq boğazı vasitəsilə ayrılır. Və bu Avropa qitəsinin uzqar nöqtələri isə şimaldan Nordkinn burnu, Skandinaviya yarımadasında Norveç ərazisinə düşür. İqlimi subarktikdir. İşıqlanma qurşağı isə qütb işıqlanmasıdır. Cənub uzqar nöqtəsi İspaniyada, yəni Piriney yarımadasında yerləşir. Morokko və yaxud Mərakeş deyirlər. Mülayim işıqlanmasındadır. İqlimi isə subtropikdir. Qərb uzqar nöqtəsi yenə Asiyada dediyimiz kimi, daha doğrusu Avrasiyada dediyimiz kimi Roka burnudur. Portuqaliya ərazisində yerləşir. Mülayim işıqlanmasında, iqlimi subtropikdir. Şərq uzqar nöqtəsi isə Uralın şərqi götürülür. Demək, Uralın şərqidir, iqlimi subarktikdir. Mülayim və belə deyək, qütb işıqlanmasına düşür və Rusiya Federasiyasının ərazisindədir. Asiya qitəsinin uzqar nöqtələri, yəni az öncə söylədik, şimaldan Çelyuskin, cənubdan Piyay, şərqdə Dejinov, qərbdə isə Türkiyə ərazisində yerləşən Baba burnudur. Kiçik Asiyada yerləşir, mülayim işıqlanma qurşağındadır, iqlimi subtropikdir. Gələk indi Afrikaya. Afrikanın şimal uzqar nöqtəsi Bensekka, Əl-Əbiyyat və yaxud Ras Encela kimi kitablarda keçir. O düşür Tunisin ərazisinə. İqlimi daha doğrusu subtropikdir. İşıqlanma qurşağı isə yenə gördüyümüz kimi işıqlanma qurşağı mülayimə düşdüyü üçün mülayim ərazidə sayılır. Cənub uzqar nöqtəsi İynə burnudur. Cənubi Afrika Respublikasında yerləşir. Mülayim işıqlanma qurşağındadır. İqlimi isə subtropikdir. Şərq uzqar nöqtəsi Ras Xəfin burnu Somali yarımadasında Somaliya adlı dövlətin ərazisinə düşür. Tropik işıqlanmasındadır. İqlimi isə subekvatorialdır. Qərb uzqar nöqtəsi, yəni Afrikanın qərb uzqar nöqtəsi Senegala düşür. Almadi burnudur. Tropik işıqlanmasındadır. İqlimi isə tropik, daha doğrusu subekvatorialdır. İqlimi subekvatorialdır. İqlimi subekvatorial oldu. Gələk indi Şimali Amerika. Şimali Amerikanın şimal uzqar nöqtəsi Bute yarımadasına yerləşən Mercision burnudur. Kanadanın ərazisinə düşür. İqlimi arktikdir.
Qütb işıqlanma qurşağında yerləşir. Cənub ucqar nöqtəsi Mariato burnu Panama dövlətinin ərazisindədir. Tropik işıqlanmasına düşür. İqlimi isə subekvatorialdır. Şərq ucqar nöqtəsi Saint Charles burnu Kanadanın ərazisində Labrador yarımadasına düşür. İqlimi olacaq subarktik. İşıqlanma qurşağı olacaq mülayim. Qərb ucqar nöqtəsi Ulyes şahzadəsidir. Yəni Alyaska ştatının ərazisində düşür. Amerika Birləşmiş Ştatlarıdır. Mülayim işıqlanmasındadır. İqlimi isə olacaq subarktik. Yəni iqlimi də subarktik oldu. Keçdik Cənubi Amerika. Cənubi Amerikanın şimal ucqar nöqtəsi Galinas burnu bəzi kitablarda Venezuela kimi göstərilsə də o Kolumbiya ərazisindədir. Şimal ucqar nöqtəsi tropik işıqlanmasında yerləşir və iqlimi olacaq subekvatorial. Cənub ucqar nöqtəsi Çili ərazisinə düşən Freud burnudur. Eyni zamanda Horn burnu da götürülür. Odlu torpaq adasındakı, amma ən cənubdakı Freud burnudur. Çili ərazisindəki. İqlimi mülayimdir və mülayim işıqlanmasına düşür. Şərq ucqar nöqtəsi Cabo Brancodur. Braziliyanın ərazisindədir. İqlimi tropikdir və tropik işıqlanmasına yerləşir. Qərb ucqar nöqtəsi Parinas burnudur. Peru ərazisinə düşür. İqlimi olacaq tropik, işıqlanma qurşağı olacaq tropik. Keçək Avustraliya. Avustraliya şimal ucqar nöqtəsi York burnu. York, yəni burada Cape York yarımadasında yerləşir. Yəni burada bir dövlət var, elə Avstraliya İttifaqı. Bütün burunlar həmin dövlətə məxsusdur. Buranın iqlimi olacaq subekvatorial. İşıqlanma qurşağı isə 23.5-lər arasında olduğuna görə tropikdir. Cənub ucqar nöqtəsi, bura Southeast Point yazmağına baxmayaraq, yəni bu ingiliscədir, cənub-şərq burnudur. Bu yerləşir, demək, mülayim işıqlanma qurşağında, iqlimi isə olacaq subtropik. İqlimi də olacaq subtropik. Keçdik qərb ucqar nöqtəsi Steep Point burnu mülayim işıqlanmasına düşür, iqlimi tropikdir. Şərq ucqar nöqtəsi Byron burnudur. Yenə mülayim işıqlanmasına düşür, iqlimi isə subtropikin, yəni bərabər rütubətli iqliminə düşür. Qaldı bir materik, o da Antarktida. Onun bir ucqar nöqtəsi var. Antarktida yarımadasında yerləşən Sifreye burnu mülayim işıqlanma qurşağına düşür.